Təşkilatlar və onların nümayəndələri asan müraciət vasitəsilə daxil olan müraciətlərə həssaslıqla yanaşmalı, vətəndaşların sualları cavabsız qalmamalıdır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə vətəndaş xidmət almasa belə onun problemi ilə yaxından maraqlanılmalıdır. Sistemin əsas funksionallığı İctimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyatı dövlət qurumlarına göndərilməsini və həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin etməkdir. Ötən il ərzində 25 minə yaxın vətəndaş bu mobil tətbiqdə qeydiyyatdan keçibdir və 12 minə yaxın problem bu sistem vasitəsilə göndərilib aidiyyatı qurumlara və aidiyyatı qurumlar tərəfindən də bu problem həll edilibdir. Növbəti illərdə təbii ki, bu asan müraciətdən istifadə sayı və imkanları daha da genişləndiriləcəkdir.